Məlum olduğu kimi 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Vasif Talıbov 2022-ci ilin dekabr ayının 21-də tutduğu vəzifədən istefa verib. Yenavaz.com xəbər verir ki, Talıbovun istefasından bir gün sonra 22 dekabr 2022-ci il tarixində Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Qeyd edək ki, ötən həftə Azərbaycan Prezidentinin sərəncamına əsasən Fuad Nəcəfli tutduğu vəzifədən azad edilib. Fuad Nəcəflinin vəzifəyə başlamasından ötən 3 il ərzində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi göstəricilərində ciddi dəyişikliklər qeydə alınmayıb. Açıqlanan rəsmi məlumatlar göstərir ki, Naxçıvan iqtisadiyyatında bir çox sahələrdə geriləmə baş verib. Məsələn, Fuad Nəcəflinin vəzifəyə başladığı 2023-cü ilin ilk 9 ayında Muxtar Respublikada 704 yeni iş yeri açıldığı halda 3 il sonra bu ilin ilk 9 ayında yeni açılan iş yerlərinin sayı 633 olub. Son 3 il ərzində Naxçıvanda muzlu işçilərin sayında ciddi dəyişiklik baş verməyib. Belə ki, 1 oktyabr 2023-cü ildə Naxçıvanda 60,3 min muzlu işçi olubsa, 3 il sonra 1 oktyabr 2025-ci ildə onların sayı 60,4 min nəfər olub. Bunlardan başqa son 3 ildə Naxçıvanda qeydiyyatda olan işsizlərin sayı 20 dəfə artıb. 1 oktyabr 2023-cü ildə Muxtar Respublikada 704 işsiz qeydiyyatda olduğu halda 1 oktyabr 2025-ci ildə onların sayı 14.179 nəfərə çatıb. Ünvanlı sosial yardım alanlarında sayı təxminən 2 dəfə artaraq bu dövrdə 7234 nəfərdən 14020 nəfərə yüksəlib. Kənd təsərrüfatı sahəsində də vəziyyət ürəkaçan olmayıb. 2023-cü ilin ilk 9 ayı ilə müqayisədə bu ilin ilk 9 ayında dənli və dənli paxlalı bitkilərin istehsalı 50,4 min tondan 38,3 min tona, bostan məhsulları 7,7 min tondan 4 min tona, kartof 28,9 min tondan 21,1 min tona, tütün istehsalı isə 88,2 tondan 22,6 tona kimi azalıb. Eyni zamanda 1 oktyabr 2023-cü illə müqayisədə 1 oktyabr 2025-ci ildə Muxtar Respublikada malqaranın sayı 63,8 min başdan 60,2 min başa düşüb. 3 il əvvəl 1 oktyabr 2023-cü ildə Naxçıvanda 950 baş donuz olduğu halda bu ilin 1 oktyabr tarixində Muxtar Respublikada bir baş dolusun donuz qalmayıb. Digər sosial-iqtisadi göstəricilərdə də ciddi dəyişiklik baş verməyib. Məsələn, son 3 ildə ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 13,4% artdığı halda Naxçıvanda bu göstərici cəmi 6,9% olub.